Salam əziz YouTube izləyicilərim. Bugün sizə əsasən də sonsuzluqdan əziyyət çəkən qadınlarda çox rastlanan polikistik over sindromundan, yəni yumurtalığın polikistozundan danışacağım. Ümumiyyətlə, bu xəstəliyin əsas əlamətləri kişi tipli tüklənmə, hiperandrogeniya, üzdə sivilcələr, gicyan nahiyəsində saçların tökülməsi, artıq çəki, anovulator gedən adət sikllarıdır. Bu, ümumiyyətlə, polikistik over sindromu bir xəstəlik deyil. Bir neçə xəstəliyin simptomu kompleksdir. Ən çox biz buna yumurtalığın tənbəlliyi də deyirik. Çünki belə xanımlarda bəzən 2 aydan bir, bəzən 3 aydan bir, bəzilərində isə 6 aydan bir adət görə bilirlər. Bu xanımlarda ən çox rastlanan problem adət düzənsizliyi oligomenorreya şəklində, yəni az adət görmə şəklində olmasıdır. İlk öncə əlbəttə diaqnostikamızı aparırıq. Bəzən olur ki, polikistik over sindromunun növündən asılı olaraq ultrases müayinəsində bir yumurtalıqların en kəsiyində 10-12-dən çox follikul görə bilərik, lakin hormonal heç bir dəyişiklik olmaya da bilər. Mütləq qaydada belə qadınları biz adət düzənsizliyini normaya salırıq. Əgər insulin dirənci varsa, artıq çəki varsa, tezliklə bu artıq çəkidən, insulin diрэncindən azad edirik. Bununla bərabər ay ovulyasiyaların getməyini izləmək üçün bu xanımları folikulometriya dediyimiz ultrases müayinəsinə vaxtı-vaxtında çağırırıq. Bəli, əziz xanımlar, polikistozunuz var demək sizin sonsuz olmağınız demək deyildir. Bizim də yüzlərcə xəstəmiz polikistik over sindromdan əziyyət çəkməsinə baxmayaraq hal-hazırda anadılar. Gecikmədən vaxtında öz həkiminizə müraciət edərək bu problemdən siz də qurtulmuş olursunuz. Bu və bu kimi videolarımın ardını görmək istəyirsinizsə kanalıma abunə olmağı unutmayın.